Salam əziz şagirdlər. Bugün keçirilmiş buraxılış imtahanının riyaziyyat sualları ilə tanış olaq. Birinci sual 57. Bizə deyir ki 12 tam 4'də 3 vurulsun 2. Bu hissəni hesablayaq birinci. Bunu çevirək düzgün olmayana. 4'də 48 üstünə 3 gələndə də 51. Vurulsun 2. İxtisar getdikdə 2'də 51. 2'də 51. Sonra bizə deyir ki 27 çıxaq. 27-ni 2'də 54 kimi qeyd etsək, eləyir mənfi 2'də 3. Bu hissəni yadımızda saxlayaq. Bunun kvadratı da mənfidir, 16'da 9 edir. Kvadrat olduğu üçün və bölməyə görə surət və məxrəcini dəyişirik. Olur mənfi 2'də 3 vurulsun 16. 9 bölü 16. İxtisar getsək, bura 3, bura 1, burada 8. O da eləyir mənfi 8 böl 3. Yəni bunu da düzgün olmayana çevirsək, mənfi 2 tam 3'də 2. Cavab oldu D variantı. 58. Deyir ki, tərkibində 2,5% mis olan 1 ton külçədən 21 kilogram mis alınıb və neçə faiz itkiyə gedib. Deməli, gəlin birinci proqnozladığımızı fikirləşək, görək nə qədər eləmişik. 1000 kiloluq bir misdən bu adam fikirləşir ki 2,5% mis çıxardacaq. Bunu da faizi hesablasaq 25 kilogram mis çıxaracağını düşünür. Amma gəlir çıxardır 21 kilogram. Deməli 25% düşünülüb, 21% çıxarılıb. Ortada 4 kilogram itkiyə gedilib. 4'ü bölürük ilkin, yəni 25 kilograma, vururuq 100%. 25-25'e 4 dəfə, 4 4'ün 16. Yəni 16% itki olub. Cavab olur B variantı. 59 deyir ki, koordinat müstəvisində ABC kvadratının bu təpələri verilmişdir. B təpəsinin koordinatlarını müəyyən edin. Gəlin bir dənə kvadrat çəkək. A, B, C, D. Bilirik ki, kvadratın 4 tərəfi də bir-birinə bərabərdir. İndi koordinatlarını yazsaq. A, 4, 1. C, 2, mənfi 1. D, 2, müsbət 1. İndi fikir verin. Bunların y-ləri arasında məsafə 2 vahiddir. 2 vahiddir. X-ları arasındakı məsafə eynidir. Deməli, buranın da x-i 4 vahid olmalıdır. Və mən prosta səhv çəkdim, yuxarıdan aşağı olmalıdır. İndi bura 1'dir. Burada mənfi 1 isə bu da 4 mənfi 1 olmalıdır. Cavab olur D variantı. Elə ki, yuxarısı aşağıdır. Mən səhv elədim də mənfi tərəfi yuxarıda qoydum. Amma cavab yəni D variantıdır. 60-cı sual bizə deyir ki, vuruqlara ayırın. Baxırıq ki, bu 4'ün kvadratıdır. Bunu bir dəfə A çıx B, 2 ifadənin kvadratı kimi, bir dəfə A plus B kimi göstərə bilərik. Onda A çıx 5 çıxılsın bir dəfə 4. Bir dəfə də A çıx 5 üstə gəl 4 kimi açaq. Onda bura olur mənfi 9, yəni A çıx 9 vurulsun. Bu da mənfi 1 eləyir. A çıx mənfi 1. Cavab olur. Yox, bir də gözür istəyirəm. A çıx 9, A çıx 1. A variantı. 61. Üçbucağın tərəflərinin 16, 18 və 20 olduğunu qeyd edir. Bizə deyir ki, təpələri verilən üçbucağın tərəflərinin orta nöqtələri. Orta nöqtələrindən keçən bir üçbucaq çəksək, bunun da ortası buradır. Bunun da ortası buradır. Təbii ki, orta xəttdə olur 3 tərəfi də. Onda 3 tərəfi də hara paraleldirsə, onun yarısı olur. Bura 10 olacaq. Bura 9 olacaq. Burada 6 olacaq. P bərabərdir. 9 plus 6. Ay yox, üzr istəyirəm, 6 yox, 8. Üstə gəl 10 cm. 18, 27. Cavab olur E variantı. 62. Deyir ki, tam səthin sahəsi 24 cm olan kubun həcmini tapın. Tam səthin sahəsi, S tam yazaq belə, 24'dür. Yəni, kubun 6 dənə üzü varsa, əslində bizə 6A'nın kvadratını 24 verib. Bir tərəfinin yəni bir üzün sahəsi olacaq 4 cm. Onda buradan da çıxır ki, 1 tili 2 cm-dir. Kubda həcmdə A'nın kubudur deyə 2'nin kubu cavab olur 8 cm. C variantı. 63. Çevresinin uzunluğu 32 pi olan
Dairənin radiusu. Bilirik ki, dairənin uzunluğu 2 pi yerindən tapılır. İndi 2 pi yer 32-dirsə, 32 pi idisə, ixtisar gedəndə r bərabərdir 32-nin yarısı, yəni 16. Cavab oldu A variantı. 64 müqayisədir. Bir həllələrin müqayisəsi, daha doğrusu ifadələrin. A mənfi çöldə deyil, içəridədir deyə bilirsiniz ki, mənfi ədədin kvadratı A-dır, 25-dir. B-də kvadratdır, amma bu mənfi onun içində deyildir, yəni çöldədir, əlavədir. Ona görə mənfiyə təsir etmir. Mənfi 25. C-də elə mənfi 5-dir. Onda ən böyük ədədimiz müsbət ədəddir. Mənfilərin içindən C daha böyükdür. Sonra da B. A, C, B. Cavab olur C variantı. Sonra 65. Kəsrin məxrəci sürətindən bir vahid böyükdür. Bu kəsri onun tərsi olan kəsrlə toplasaq 2,5 alınır. Deməli, fikirləşək ki, x və tərsi x-də 1 bərabərdir 2,5. 205, onu da 5'e bölsəm 41 böl 20. İndi bunu da tərəf-tərəfə, bunu x-ə vuraq hər tərəfini. X vurulsun x kvadratı üstə gəl 1 bərabərdir. Amma yerinə variant qoyub işləmək daha rahatdır bu sualı. 21'də 40. X'in kvadratı üstə gəl 1 vurulsun 20 çıx 41 x bərabərdir 0. Belə uzun gedəcək, amma yerinə qoyanda 4'də 5 eləyir. Həqiqətən 4'də 5 ilə 5'də 4'ü belə deyim ki, toplayanda tərəf-tərəfə bunu 24'ə gətirsəm, bunu da yerini dəyişdirdim. Bunu 5'ə, bunu 4'ə vursam 20'də 25 üstə gəl 20'də 16, o da 20'də 41 eləyir. Cavab elə 4'də 5'dir. Yəni bu yolla tənlik kimi həll etmək olar. Bizə prosta düzgün olan versiyasını lazımdır. Yəni 5'də 4 olacaq cavab. 66. Deyir ki, bölünən 496 bölən x-dir. Qismət 4'dür və qalıq 96'dır. Bizə lazımdır böləni tapmaq. Belə eləyək. 496'dan qalığı çıxaq 96. Eləyir 400. 400'ü də 4'ə böləndə deməli bölənimiz 100 imiş. C variantı. 67 asandır. İçəridəki kökdən 5 çıxır. Kök altında 4 üstə gəl 5 kökdə 9. Oradan da 3 çıxır. Cavab olur A variantı. 68. Yuxarıdan 7'nin mütərizə xaricine çıxartsam D plus C. Aşağıdan da 21'i eyni ilə. Buradan da D plus C qalır. Tərəf-tərəfə böldüm. 7 7'ye 1 dəfə. 21 7'ye 3 dəfə. Cavab oldu A variantı. 69. Yerinə qoysaq. Deyir ki, mənfi 1,5 x vurulsun. Mənfi x böl 3 çıx 2. Vurup sonra da qoymaq olar. Belə deyək. Bunu birinciyə vursaq eləyəcək. Buna ixtisar gedəcək. 2'də deməli göstərim. Niyə belə oldu? 2'də x'in kvadratı çıxılsın, üstə gəlsin 3x verəcək. O da bərabər yerinə qoysaq mənfi 2'nin kvadratı 4 bölünsün mənfi 2 çıxılsın 6. Üzrsən, bölünsün 4. O da eləyir 2 çıxılsın 6 bərabərdir mənfi 4. B variantı. 70-ci sualda deyir ki, ax kvadratı, tənliyin kökləri bu şəkildədir. Onda B bölü A nisbətini tapın. İkisini də yerinə qoyaq. Mənfi 5'i qoysam 25A. C onsuz da ikisində də var deyə C'ni atmıram. Bərabərlik yaradacağım elə bil ki. 25A çıxılsın 5B. Üstə gəl C bərabərdir. Bir tərəfdən də 3 qoysam 9A. İkisində də 0 verir də. 9A üstə gəl 3B. Üstə gəl C. C'ləri atırıq buradan. Deməli bizə deyir ki 25A çıxılsın 5B
bərabərdir 9A üstə gəl 3B'yə. A'ları bir tərəfə yığsam 25 çıx 9 16A bərabərdir. B'ni də bu yana atsam 8B olacaq. 2 1. Deməli 1B 2A'ya bərabərdir. Bizdən də nisbətini istəyir. 2A bölünsün 1A. Yəni B'nin yerinə 2A qoydum. Cavab qalır 2. E variantı. 71. 180 ədədini bu üç nisbətdə ayırıblar. Nisbətləri toplasaq 1x, 2x, 3x bərabərdir 180. 6x bərabərdir 180. X bərabərdir 30'a. Hər bir hissəyə də ayrı-ayrılıqda vursam 1 30, 2'yə 60, 3'ə də 90 edəcək. Cavab olur B variantı. 71. 72. 72 iki oxşar üçbucaqdır. Görürsünüz də yəqin ki bucaqlardan birinin qarşısında 1 verilib, ikinci bucağın qarşısında 2 verilib. Və bura çapdan silinib, burada 3 olacaq. İndi nisbəti qursaq bunun buna, bunun buna. 4 bölünsün x də gəl 4 bərabərdir 2x çıx 5 bölünsün 6'ya. Buradaki nisbət qurur. Hə, burada da iki nisbət. Dedim bəlkə səhv düzəldiblər. Aha. Tərəf-tərəfə çarpaz vursaq. 2x çıx 5 vurulsun. X də gəl 4 bərabərdir 24'ə. Ucu kvadratik tənliyə gedəcək. Başlayaq açaq. 2x'in kvadratı çıx üstə gəlsin 8x çıx 5x çıx 20. Elə bu 24 də bu yana atanda çıx 24 bərabərdir 0'a. Deməli, 2x'in kvadratı bundan bunu çıxanda çıx 3x çıx 44 bərabərdir 0'a. Diskriminant bərabərdir 9 üstə gəl 44 vur 2 vur 4. O da 361 eləyir. Kök altında diskriminantdan da çıxacaq 19. İndi yerinə qoyaq. X1 bərabərdir mənfi B, yəni 3 üstə gəl 19 bölünsün 2A'ya, yəni 2 vur 2 4'ə. Bir dəqiqə. 19. Bir dəqiqə. Burada B'miz bizdə müsbət 3 alınır. Bunu unuttum. Hə, burada çünki 8x'dən 5x'e çıxanda adi 3 eləyir. Onda B'ni yerinə qoyanda mənfi 3. 16'nı 4'ə böləndə eləyir cavab 4. İkinci kök mənfi olacaq. Biz də bilirik ki, tərəf mənfi ola bilmir. Ona görə elə x-i 4 qəbul edirik. Bu da belə getdi. 73. Bizə deyir ki, bu cəm cüt ədəddir. Yəni 370 neçəymişsə üzərinə 20 neçəni gələndə cavab burada bir müəyyən bir cüt ədəd olur. Gəlin fikirləşək. A ilə B ikisi də bir rəqəmli ədəddir. Bizə deyir cəmi cüt ədəddir. Ola bilər 8 ilə bitsin, ola bilər 6 ilə bitsin, ola bilər 4 ilə bitsin, ola bilər 2 ilə və ya 0 ilə bitsin. İndi təbii ki, cüt ədəd və bir rəqəmli olduğunu fikirləşərək ən böyük qiyməti 18'dir. Amma bizə sonda belə bir şərt veriblər. Yəni A ilə B eyni ola bilməz. Onda biz buradan cəmin 18 olma ehtimalını çıxırıq. Çünki əgər 18 olsa 9 ilə 9 qoymalıyam. Ona görə 16 qiymətini fikirləşirik. 16 qiymətində ola bilər ki, biri 9 ilə bitsin, biri 7 ilə və ya əksinə. Ona görə biz ən böyük qiyməti 16 qəbul edirik. 18 ola bilmir, şərt pozulur. Qrafik üzərində apsisi mənfi 4'dür. Aparaq yerinə mənfi 4 qoyaq. 2 vur mənfi 4 üstə gəl y. Y bərabərdir 5'ə. Y də bərabərdir 5 üstə gəl 8'ə, yəni 13. Keçdik 75'ə. Bizə deyir ki, bir təpəsi koordinat başlanğıcında buradadır. Diagonalları bax bu nöqtədə K nöqtəsi burada silinibdir. 4 0 nöqtəsində kəsişir. Baxın, bu bir 4 bucaqlımızdır, yəni daha doğrusu kvadratımızdır. Buradan bura qədər 4 0'dır, yəni oxun üzərində. Deməli, buradan bura qədər də 4 vahid məsafə var. Yəni biz diagonalın ortasını 4 tapmışıqsa, özü 8 cm-dir.
Deməli, kvadratında diagonalla olan bir düsturu var, sahə düsturu. D kvadratı bölünsün 2. İndi 8-in kvadratı bölünsün 2, o da eləyir 32 santimetr. Yəni 32 vahiddə belə deyək. Aha, belə bir bərabərsizlik verib hər tərəfi 2-yə bölsəm, -1,5 kiçik bərabərdir x-dan, kiçik bərabərdir 5,5-dən. İndi bizə deyir ki, tam əllərin cəmi, tam əlləri -1-dir, üstəgəl 0-dır, üstəgəl 1-dir, üstəgəl 2, üstəgəl 3, üstəgəl 4, üstəgəl 5. Bu bir apardı, qaldı bu hissənin cəmi. 2, 3, 5, 5, 4, 9, bu da 14. Cavab elədi 14. 77. Burada belə bir bərabər tənliklər sistemi verilib. Çıx 7xy üstəgəl y-in kvadratı bərabərdir 14. Buradan da x-in kvadratı üstəgəl 3xy üstəgəl y-in kvadratı bərabərdir 4. Tərəf-tərəfə çıxsaq, buradan alınacaq mənfi 10 xy, bunlar gedir. Bu da mənfiləşir elə bil ki. Bu da gedir. Bərabərdir 14 çıx 4-ə, yəni 10-a. Buradan əldə edirik ki, xy bərabər imiş -1-ə. Tamam, bunu saxlayıram. İndi gəlin birinci tənlikdən x kvadratı ilə y kvadratını çıxardaq. X kvadratı çıxılsın 7xy deyil. Bunu da -1-ə vuranda. Üstəgəl 7, üstəgəl y-in kvadratı bərabərdir 14. Deməli, buradan çıxır ki, bu tərəfə keçəndə x kvadratı üstəgəl y kvadratı bərabərdir 7-yə. Aşağıda da qoysanız eyni nəticəni əldə edəsiniz. Aha, 2 dənə əlimdə dəyişənim var. Xy -1-dir, x kvadratı üstəgəl y kvadratı da 7-dir. Buradan yerinə qoysam, x çıx y modulda. Deməli, mən bunu ancaq belə çıxarda bilərəm də. X çıx y-in kvadratını tapım. Üstəgəl 2xy düsturu ilə. Kvadratını tapım, sonra kökdən çıxardım. Bir dəqiqə. Buradan tapım, kök alım deyəcəkdim. Aha. Onda biz bilirik ki, x çıx y kvadratı, belə də x kvadratı çıx 2xy üstəgəl y-in kvadratını bərabərdir. Onda x kvadratı üstəgəl y kvadratını biz 7 almışdıq. 7 çıx 2xy, yəni 7 üstəgəl 2 bərabərdir 9-a. İndi fərqi 9-dursa, modulda dediyinə görə deməli x çıx y-də 3 olacaq. Yəni kökdən 9-dan çıxanda yerdə qalacaq 3. Keçdik 78-ə. Aha, buradan oyuna ətraflılar gəlir. Ona görə diqqətli olaq. Deməli, bizə deyir ki, bura E nöqtəsidir. Bu arada düşməyib. Burada F nöqtəsidir. Deyir AC və BD nöqtələri, düz xətləri E nöqtəsində kəsişibdir. Bura A'dır, bura C'dir, burada B'dir, burada F olacaq. Bizə deyir ki, F nə idi? Bir dəqiqə D olacaq. Bizə deyir ki, F, B, E-C'nin tənböləndir. Yəni, bura F'dir və tənböləndir. Onda bura nədirsə, burada ondandır. Sonra CYD, yəni bura 50 dərəcədir. Bizdən A, E, F-ni istəyir, yəni bu hissəni istəyir. Aha, bura 50-dirsə, bu da tənböləndirsə, bunlara qalır 130. 130'un da yarısı 65. Bura 65'ti, burada 65'ti. İndi A, E, B var. Bax, burayla da aşağıdakı 50 dərəcəlik bucaq qarşılıqlıdır. Ona görə burada 50 dərəcədir. 50, 65. A, Y, F də olacaq 50 üstəgəl 65, yəni 115. Getdi. 79. Açıqların içində ən maraqlı olanı həmin bu 79-cu sualdır. Deməli, belə bir düz bucaqlı verilibdir. Görün, pək elə öz üstündə işarəliyim. Aha. Bizə veribdir buranı AC diagonalı. AC diagonalı. Bura BM'dir. BM'dir. Bir də buradan bir perpendikulyar veribdir. Buradan da buradan da bir DN perpendikulyarı verilibdir. Bu da perpendikulyardır. Aha. Bizə bu hissənin sahəsini 60 verib, BM'i də 5 verib. İndi burada bir üçbucağımız var da, düzdürmü?
B'dən M-ə 5 santimetrdir. Onda biz bura x yazsaq, tərəf vur hündürlük düsturundan, yəni katetlərin yarısından, daha doğrusu sahəni 5 vur x böl 2 bərabər imiş 60-a. Axı bu tərəflərin hasilinin yarısıdır. Ona görə sahə hasilinin yarısını verir. Onda buradan x-i biz 5x bərabər 120, buradan 24 tapacağıq. 24. Və düzbucaqlıda həmişə yadınızda qalsın. Buradan bura qədər hündürlüklər arasında qalan məsafələr bərabərdir. Yəni bura A-dırsa, burada A-dır. Buradan sonra biz düzbucaqlı üçün bir düsturumuz var. Bu düsturla həll eləsək, deməli 5-in kvadratı bərabərdir. Bir dəqiqə. 5-in kvadratı, bax bu hündürlüyün kvadratı bərabər olmalıdır. Bunun ümumiyə hasilinə, yəni A vurulsun 24 üstə gəl A-ya hasili. Düzbucaqlı üçün teoremdən bu qayda çıxır. Onda 5-in kvadratı 25. 24-ü A-ya vururam 24A. Üstə gəl A-nın kvadratı. Ətraflı olduğu üçün bunu istəsəz viyetlə də yaza bilərsiniz. Belə diskriminantda A kvadratı üstə gəl 24A çıx 25 bərabərdir 0. Buradan da köklər məlum məsələdir. Biri 25'dir. Daha doğrusu mənfi A çıx 25. Mənfi 25. Bir də müsbət 1. Tərəf mənfi ola bilməz. Bu getdi. Deməli A 1'dir. Burada 1'dir. Bizdən də AC-nin ümumisini soruşur. AC 26 olacaq. 80-ci sual deyir ki, 24 nəfər şagirddən ibarət sinif fizika və kimyadan qiymətləndirildi. Fizika fənnindən qeyri-məqbullar 8 nəfərdir. Hər iki fəndən qiymət alanlar 9 nəfərdir. Gəlin baxaq. Deməli, sinif 24 nəfərlik sinifdir. Hələ ki fizika fənninə baxırıq. Bizə deyir ki, bunun 8-i qeyri-məqbul alıb. Qeyri-məqbul. Onda məlum məsələdir də 16-sı da yaxşı qiymət alıb. Yəni məqbul qiymət alıbdır. Keçiblər imtahandan. Bizə deyir ki, hər iki fəndən məqbul qiymət alanların sayı 9 nəfərdir. Onda biz həmin bu 16 nəfəri məqbuldan 9 nəfər ikisindən də alıb axı. Bu 9 nəfər çıxsaq, buradakı 7 nəfər yalnız fizikadan məqbul alanlardır. Yəni bunlar artıq kimyadan qeyri-məqbul alıblar. Aydındır? Keçək 81-ci suala. Deyir ki, 26 tələbənin riyaziyyat imtahanından topladığı ballar verilib. Ardıcıl seçilmiş 2 tələbə, demək 2 nəfər adam götürürlər. Birincisi 70-84 yığsın, aralığından düşsün. İkincisi 85-99 arasından düşsün. Bizə bunun ehtimalını soruşur. Gəlin birinci tələbəni götürək. Birinci sinifə girdim. 26 nəfər uşaq var. 26 nəfərdən birini götürür və istəyir ki, o 70 ilə 84 aralığına düşsün. Yəni bizə bax bu hissə maraqlıdır. Bu hissəyə düşəndə 10 dənə tələbə var. 26 nəfərdən 10 tələbəni 10 deyib 16 yazıram. Aha, 10 nəfər bunun üçün insan var. İndi birini götürdüm axı, çıxdım da, düzdür? Artıq yerdə 25 nəfər şagird qalır. 25 nəfər şagirddən bu səfər görək bizə nə lazımdır? 85 ilə 99 aralığı artıq bura qədər olan insanlar, yəni uşaqlar lazımdır. Onunla da 3'ü toplayanda 13 nəfər də buradan ehtimal var. Ehtimalları vursam, 13'ə bölsəm 2 dəfə, 13'ə 1 dəfə. 10'u 5'ə böləndə 2 dəfə, 5'ə böləndə 5 dəfə, bu 2 də bu 2'ni aparanda yerdə qalır 5'də 1. Bu da belə açıqların sonu. Bu səfərki açıqlar məncə çox rahat düşmüşdü, yaxşıdır. İmtahandan neçə bal yazdığınızı qeyd edərsiniz aşağıda. Hələlik.